Həcdən gözəl iş var, həcci təriflədi. Həcc çox böyük ibadətdir. Amma İmam Hüseyn ağa soruşdu, İlahi, indi nə etməyimi istəyirsən? Dedi ki, həcci qoy get Kərbəlaya. Həcci qoy get Kərbəlaya, dedi baş üstə. Qalan adamlar nə edir? Yaxşı iş görürdülər, təvaf, səy, amma təqvaları yox idi. Allah istəyən yaxşı işi görmürdülər. Yaxşı işlə cəhənnəmə getdilər. Məkkədə qalanların hamısı həzlə cəhənnəmə getdilər. Həcci davam elədilər. Şeytan onları günaha aparmadı. Təvaf, Ərəfat həccin sütunudur. Ərəfə ziyarət öyrədir ki, cəmaat həccdə olanda İmam Hüseyn ağa vəzifə gördü özünə, getdi Kərbəlaya. Yəni, yaxşı işi yox, Allah istəyəni seçdi. Həcc yaxşı iş idi. Demirəm, amma Kərbəla pis iş idi. İkisi də yaxşı iş idi, amma Allah istəyən yaxşı işi. Önəmli yaxşı işi gördü.